Buna bağlı bir şey deyim sizə. Bəli. Əslində çox qəşəng mövzudur. Bunu yadda saxlayın. Mən bunu çox sevirəm. Bir də mən bir şey demək istəyirəm də. Bir də mən bir nüansa toxunmaq istəyirəm. İndi izləyicilərimiz də izləyir. Nə qədər haqqım varsa indi deməyə. Mən düşünürəm ki, əsəbləşəndə dərhal reaksiya verməməlisən. Bəli, onun altında olan o qorxunu, o altda nə varsa alt təbəqədə onu anlamaq üçün biraz insan dayanıb özünə baxmalıdır. Dayanmalısan. Mən əvvəl çox belə üz üstünə belə bir ifadə var, cırtqoz sözü vardı. Mən əvvəl çox cırtqoz idim. Yəni hər bir şeyə əsəbləşirdim və dərhal indi burada bu saat indi reaksiya verirdim. İndi mən elə eləmirəm. Əsəbləşdim. Tamam, əsəbləşdim. Çox əsəbiyəm. Tamam. Niyə əsəbləşdim? Su içirəm, 5 dəqiqə keçir. Ondan sonra o məsələyə baxmağı fikirləşirəm. Elə olanda əslində sən baxırsan ki, sən münasibətləri də qoruya bilirsən. Sən işi daha aydın görə bilirsən. Yoxsa mən əsəbləşsəydim, əsəbi vaxtı desəydim, əslində bir neçəsindən soruşuram ki, indi mən əsəbləşməsəm də digər qarşımdakılar əsəbləşir də. Söz deyəndə artıq onun səsindən məlum hiss edirəm. Sonra dedim ki, nə olmuşdu, niyə əsəbləşdim? Nə bilim, başqa bir məsələ idi də. Ona görə mən burada əsəbləşdim. Bağışla, sən Allah, sənə də bilmədim, sənə də mən belə bir sözdüm. Əslində səbəb mən deyildim də. Yəni səbəb mən deyildim, amma mən o anda nə edirdim? Mən öz üstümə götürürdüm, özümü və də başlayırdım orada əsəbləşmə. Ona görə buradan çox tövsiyə edirəm ki, əsəbləşdiniz, reaksiya verməyin, reaksiyanı söndürün. Özünüzə sual verirsiniz oradakı. Mənim həqiqi əsəbim, əsəb zamanı, mənim həqiqi əsəbim nəyə və kimədir? Və səssizləşirsən, orada anlayırsan ki, o qarşındakı insan ki, nəsə deyir, o mənim içimdə bir yerə toxunur. Ola bilər məni zəif hiss elətdirir. Ola bilər mənim hansısa bir qorxuma toxunur, dəyərsizlik hissimi açığa çıxarır. Nəsə baş verir ki, mən əsəbləşirəm. O zaman anlayırsan ki, mənim əsəbim əslində o insana deyil, özümədir. Doğru, çox doğru. Yəni deyirsən ki, bu adam məni saymadı. Məsələn, iş baxımından işləyəndə bir məsələ var orada. O belə bir reaksiyada. Halbuki səlahiyyətdə mən ondan böyüyəm. Baxıram ki, yox. Mən deyirəm ki, bu məni saymır, belə bir hərəkət edir. Burada nə girir? Ego girir dövrəyə. Yəni, bu məni... Egoda maskada, ondan da alt təbəqə var. Mən psixanı o qədər dərin qatında işləyirəm ki, səthi heç ilə razılaşa bilmirəm. Mənim görə bildiyim də egoya qədərdir də. Əsəbləşdimsə, deyirəm ki, buna bax ha, sən kimsə mənə belə bir söz deyirsən. Mən səndən böyük səlahiyyətdəyəm. Amma çəkilirəm, sakit dururum. Deyirəm, sakit dur. Baxaq görək nə var. O sənin nə üçün belədir? Nə var burada? Ondan sonra məsələlər mirvari kimi səhvə düzülür və heç nə olmamış kimi. Все okey, ola bilər. Sözümü amma deyirəm. Fikrimi tam olaraq ifadə edirəm. Bəli, məni qaynı etmədi. Mən sənə fikrimi deyirəm, amma bunun üzərində də qalmıram. Keçib gedirəm.